Gürcüstanda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü qeyd edilib. Azərbaycanın Gürcüstanda yeni təyin olunan səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstan parlamentinin deputatları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, eləcə də digər dövlət rəsmiləri Tiflisdə Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov həmrəylik gününün hər yerdə qeyd edildiyini bildirib və sözsüz ki, bu günün tarixi barədə də məlumat verib. Ulu Öndərin təhdid etdiyi bayram hər bir Azərbaycanlının, dünya Azərbaycanlılarının əməklik günü münasibətilə təbrik edirik. Gürcüstanda yaşayan soydaşlarımız hər biri bu gün çox sevinç gün təsildirlər. Hər kəs sevinç içində, gözəl bir gündə dünya Azərbaycanlılarının həmrəylik günü, birlik günü, hər birini mən təbrik edirəm. Allah hamısını canı sağ eləsin. Soydaşlarımıza can sağlığı və uzun ömür arzu edirəm.